Tovuz sakini 2-ci qrup əlil sirkə turşusundan zəhərlənib. Tovuz şəhər Mərdan Musayev küçəsində yaşayan 29 yaşlı Məhərrəm Məmmədov zəhərlənmə əlaməti ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəyə dərhal tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir. Tovuz rayon sakini, Mərdan Musayev küçəsi sakini Məmmədov Məhərrəm sirkə turşusu zəhərlənməsi ilə xəstəxanamıza qəbul olunmuşdur. Xəstə qəbul olunduqdan sonra lazımi ilk yardım olunmuşdur. Vəziyyəti orta ağır vəziyyətdədir. Yaxınlarının dediyinə görə Məhərrəm Məmmədov dərman qəbul edərkən səhvən sirkə turşusu içib. Cabir Məmmədov, Kamran Əskiparalı, Səs TV, Tovuz.